Hamıya salam. Mən sizi hardan salamlayıram bugün? Evin ən hündür yerindən. Çılçırağın yanından. Harda var sizin üçün belə vlog çəkən? Bugün çılçıraqları siləcəm. Bir də güzgülü yerini. Hələ ki işə başlayıram burada. Fatimə qızım sağ olsun mənə kömək elədi videonu çəkməyə. O çəkirdi bu hissələrini. Mən seçilirdim çünki bir əllə, yəni qeyri-mümkündür. Həm də yuxarıda dayanmışam, yıxılıram deyə biraz ehtiyat edirdim. Çılçırağı bir dəfə balaca ləyənin içində su qoyub sabunlu su ilə sildikdən sonra keçirəm təmiz əski ilə suyunu alıb parıldatmağa. Sonra isə keçdim tavanın bu güzgü olan hissəsini təmizləməyə. Görüntü olaraq çox gözəl olsa da, təmizləyəndə insan biraz çətinlik çəkir. Bu dilim-dilim güzgüləri, yəni ayrı-ayrı tək-tək silirəm. Ayrı-ayrılıqda dilimlərini. Sonra isə quruluyuram parıldasın deyə. Tavanın güzgü hissəsini xəyali olaraq 4 yerə bölüb belə təmizləyirəm. Onda elə daha rahat olur. Əlbəttə ki, bu bir zarafatdır və sonunda bitirdim. Evimizin bu mənzərəsini çox sevirəm. Yəni, baxanda hər yan görünür, dənizə qədər görsənir. Bu mənzərə mənim ürəyimi çox açır. Axşam olduğu zaman buradan Şəhidlər Xiyabanının işıqlarını belə görmək mümkün olur. Hava yaxşı olduğu zaman bayraq belə görünür. Biraz mənzərəyə baxdıqdan sonra keçdim pərdələri çıxartmağa. Pərdələri tez-tez yuduqda mənə elə gəlir ki, rəngi tez qaralmır. Ev işlərində yəni ən sevdiyim şeylərdən biri də pərdə yumaqdır. Bəlkə elə siz də mənim bu videoma baxıb başlayarsınız evləri yığışdırmağa. Çünki məndə elədir, mən belə təmizlik videolarına baxdıqda məndə motivasiya olur. Buradan başlayıram ev yığışdırmağa. Keçdim sonra mebellərin də tozunu almağa. Hər tərəfin tozunu aldım. Yəni, mən üzdən silmirəm, yan tərəflərini də silirəm ki, belə tərtəmiz olsun. Baxma, uşaqlı evdir deyə, uşaqlar keçəndə əllərini vururlar, əllərinin izləri qalır və mən onları tez-tez silmək məcburiyyətində qalıram. Güzgüsünü silmişdim deyə, ona görə mebelin qıraqlarını sildiyim əskini güzgü hissəsinə vurmadım. Bu, ancaq mebelin qırağını təmizləmək üçün olan əskimdir. Evin hər yerinə tozunu aldım. Evləri palisosladım, sildim, süpürdüm, yığışdırdım. Burada da keçdim yoldaşımın rəfini təmizləməyə. Yaxşı ki, eynələrin və duxilərin yarısını işə aparır yoldaşım. Bunları burada yerləşdirə bildim, yer oldu. Belə sıra ilə düzüləndə qəşəng görsənir. Şkafı açanda da insanın ürəyi açılır, səliqəli görsənəndə. Bunları hamısını yer eləməyə çalışıram. Hələ qutular da var əlavə olaraq. Axır belə bir formada düzəldib səliqəyə sala bildim. İndi burada da bu qutusunu yerləşdirməyə çalışıram. Burada isə keçdik hamam otağına. Hamam otağında içərdən dərmanlamışdım şüşəsini. 5-10 dəqiqə qoyuram qalsın içərdən dərmanlı vəziyyətdə. Sonra isə su ilə durulayıb qurulayıram. Bundan sonra evi bütün sildim, palisosladım, təmizlədim. Amma bunları çəkə bilmədim. Çünki telefon zərtkası bitdi. Telefon da artıq dözmədi. Sonra gəldik qızımla market alış-verişinə. Nə? O zaman bunu götürebilirim. Sonra isə gəldik yenə üzgüçülük dərsinə. Qısa bir məlumat verim ki, üzgüçülük dərsləri həftədə 3 dəfə 50 dəqiqə olur bizim getdiyimiz.
və orada bizdən əlavə 2 dənə müəllim nəzarətçi olur və bir də baş müəllim olur. Yenə gəlir. Bu uşaq öldürəcək də məni gülməkdən. Orada dayanıb ancaq içimdən gülürəm. Buna baxın da. Uşaqların hamısı bir yerə toplaşanda müəllimlər çubuq vasitəsilə onların yolunu açır, bir digər tərəfə aparırlar ki, sıxlıq yaranmasın. Ortadakı zolaq isə hovuzu 2 yerə bölür, yeni öyrənənlər və professional üzənlərin tərəfinə. Bizimkilər hələ ki, yeni öyrənənlərin tərəfindədirlər. Sonda isə onu qeyd edim ki, keçən videonun altında olan layklar və şərhlər məni çox sevindirdi. Belə olduğu halda məndə daha da həvəs yaranır maraqlı videolar çəkməyə. Videonu sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun.